Necə düşünürsüz? Xatirələrimiz travmalarımızdır, yoxsa? Əlbəttə, bayaq dediyim kimi ümumiləşdirmədən deyəcəm. Bütün xatirələrimizi buna aid eləmək düşünürəm ki, haqsızlıq olardı. Mən özüm xatirələrə dalmağı, ümumiyyətlə keçmişlə bağlı gözəllikləri xatırlamağı çox sevirəm. Ona görə hamısına onları aid eləməzdim. Ancaq travma dediyimiz, gəlin birinci anlayaq travma nədir? Travma bizim müəyyən bir həyatımızın keçmiş qismində yaşadığımız bir stresli durumdur. Nə vaxt ki, biz o streslə başa çıxmadıq, onu həll eləyə bilmədik və yaxud həll eləmək istəmədik və yaxud ümumiyyətlə anlamadıq ki, onu həll etmək lazımdır. Bu variant da var. Bundan çox da danışılmır. Bəli, biz fərqində olmuruq. Fərqində olmuruq ki, biz məsuliyyəti götürmürük onda. Ümumiyyətlə dərk eləmirik. Dərk eləmirik. Belə bir variant olaraq deyirəm. Əlbəttə, həmişə belə olmur. Ya da ola bilər ki, həmin an sadəcə olaraq tək köməksiz qalırıq. Çünki yaş məsələləri var axı. Məsələn, 5 yaşında, 3 yaşında, lap 10 yaşında uşaq necə özünə müəyyən bir situasiyada kömək eləyə bilər? Elə bir situasiya baş verə bilər ki, orada mütləq ki, böyük tərəfindən bir əl uzadılmalıdır ona. Ancaq o orada onu tək yaşadı. Doğru. Amma onu unutdu. İndi beyinə qayıdıram yenə də. Hər şey beyinlə bağlıdır. Bəli. Bizim beynimizdə hipokampus deyilən bir hissə var. Bəli, bizim başımızın arxa tərəfindədir. O bir depodur, Aytan xanım. Bu hipokampus nə edir? O depolayır. Depolayır məlumatları. Və bir yerdən sonra bilmirəm, yəqin sizin də başınıza gəlmiş olar. Biz deyirik ki, ay heç yadımda deyil, mən belə bir şey yaşamışam. Belə bir hadisə olub. Mən belə bir paltarım var idi. Biz filan yerə getmişdik. Biz heç nəyi unutmuruq. Onlar yığılır o dediyim hipokampusa. Bəli, arxivlənir ora. Beynimiz əslində heç nəyi unutmur. Sadəcə onu depolayır. Niyə? Nə vaxtsa lazım ola bilər deyə. Və yaxud da bizi qoruma mexanizmidir bu. Çünki biz daim hər şeyi xatırlasaq, birincisi biz normal gündəlik həyatımızı, bilirsiniz də, bir gün ərzində belə elmi araşdırmalar deyir ki, 60 mindən çox fikir gəlir insanın beyninə. Bəli. Yəni bununla yaşamaq var da. Biz də insanıq, yazıq axı. Bununla yaşamaq var. Bu məsələyik elə. Bəli, müəyyən qədər dırnaq arası unutmaqdır. Bu dediyim kimi, onlar yığılır bizim hardasa o şuur altımıza. Əgər biz nəyəsə işləmək istəyiriksə, oradan çıxır, gəlir. Ona görə də psixoterapiya, müəyyən o şuuraltı indi hal-hazırda işləyən terapistlər var. Çox hörmət elədiyim, yəni mütəxəssislər var. Onların çox böyük rolu var, yəni bu işdə.